Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Regional Prokurorluğu ilə birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxta məhsul istehsalı ilə məşğul olmaqda şübhəli bilinən Türkiyə Respublikasının 2 vətəndaşını saxlayıb. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz gəlir əldə etmək məqsədi ilə Kvemo Kartli bölgəsində kustar üsulla fəaliyyət göstərən istehsalat sahəsi yaradıblar. Onların tanınmış brendlərin əmtə nişanlarından qanunsuz istifadə etməklə yuyucu tozlar hazırladıqları və satışına həyata keçirdikləri müəyyən edilib. Əməliyyat zamanı satışa hazır vəziyyətdə olan, saxta brend nişanları ilə markalanmış 1325 ədəd yuyucu toz müsadir olunub. Bundan əlavə, axtarış zamanı 5818 boş qablaşdırma, 632 kisə keyfiyyətsiz yuyucu tozu, 28 kisə duz, müxtəlif ətirləndirici maddələr, boyalar və məhsulun hazırlanması üçün istifadə edilən avadanlıqlar aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma başladılıb. Saxlanılan şəxsləri 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.